Allah razıdır, biz xəcalət çəkək, nəinki bizə əzab versin. Özümüz özümüzə neynəmişik, eləmişik. Özümüz özümüzə eləmişik. O üz döndərməyib, biz üz döndərib qaçmışıq vallahi. Hər gün bizi çağırıb, biz günahla arxa çevirib qaçmışıq. Oturub intizarımızı çəkib gözləyib. Hədislərdə var, mömin günahkar adam, günahkar mömin qiyamət günündə gələr suallara cavab verməyə. Allahdan nida gələr, ay mənim bəndəm, neymətlərimə günahla cavab verdin. Mən sənə neymətimi artırdıqca sən günahı artırdın. Xəcalət çəkər, başını aşağı salar. Elə ki, başını aşağı salar, Allahdan nida gələr, irfə rəsək, başı qaldır yuxarı. Razı deyirəm, bir an xəcalət çəkəsən. Gülə-gülə mənə günah eləyirdin bir vaxt. Gülə-gülə, heç səni utandırmırdım. İndi ki, xəcalətdən göz yaşı tökürsən, sənə necə əzab verim? Bağışladım səni, daxil ol cənnətimə. Cənnətim sənin ixtiyarındadır. Elə ki, bizi qəbrə qoyub gedərlər, günahkar möminlərdən danışır. Qəbrə qoyub gedərlər, hamı gedər, heç kəs qalmaz. Ən əziz adamlarımız qoyar, torpağı onlar tökər başımıza və çıxıb gedərlər. Allahdan nida gələr, ey mənim bəndəm, bu qaranlıqda tək qaldın. Onlar ki, onlara görə günah eləyirdin, görürsən necə vəfasız çıxdılar, səni qoyub getdilər. Günaha gedirdin, övladıva ruzu qazanasan. Dostluğa görə günah eləyirdin, indi hamısı vəfasız çıxdılar, qoyub getdilər. Amma bugün darıxma, narahat olma. Səni öz rəhmətimlə elə nəvaziş eləyəcəm ki, bütün yaratdıqlarımı təəccübə gətirəcəm. Mənim rəhmətimlə təəccübə gələcəklər. Ondan sonra mələklərə xitab eləyəcək. Ey mənim mələklərim, mənim günahkar bəndəm qəbirdə qərib qalıb, kimsəsiz qalıb, çarəsi yoxdur. Onun heç kəsi yoxdur məndən başqa. İndi o qəbirdə mənim qonağımdır. Gedin ona kömək eləyin, neymətləri hazırlayın. Hazırlayandan sonra mələklərə deyər, indi siz də gedin. Qiyamət gününə qədər onunla munis olacam, özüm onunla yoldaş olacam. Qiyamətə qədər həmsöhbət olacam onunla. Coşan kəbir duası oxuyacaq bu gecə. Min adını çəkəcək Allahın. Ya Rəhmanu əl-əf, Ya Rəhimu əl-əf. Min adını çəkəcək, gedin adlara baxın, 987'si rəhmət adlarıdır. 1000 addan 987'sində rəhmət sifətləri gəlib Allahın. Bundan artıq hansı rəhməti açsın bizim üzümüzə? Qalanları qəzəb sifətləridir. O qəzəb sifətlərinə də deyib, narahat olmayın. Sizə qəzəblənəndə bir damcı göz yaşı istəyirəm. Bir damcı göz yaşı töksöz, dəryalar qədər qəzəbim yatacaq, qəzəbimi söndürəcək. O qəzəb ki, günahla alovlanıb, onu söndürər. Sizin bir damla göz yaşınız. Müşriklərə, Tövbə surəsinə gedin, baxın, Peyğəmbərə buyurur ki, bir müşrik səndən pənah istəsə ona pənah ver. Müşrik bilirsiniz kimdir? İnnəməl müşrikunən nəcəsun. Quran buyurur, bütpərəstlər nəcisdir. Həmin o bütpərəstlərdən biri, ya Rəsulallah, qapıva gəlsə qapından qovma, pənah ver və mənim sözümü ona çatdır. Dinən ki, mən sənin tövbə eləməyi çox istəyirəm. Mən bunu çox danışmışam. Bunu Feyz Kaşani yazıb. Ən mötəbər rəvayətlərdən biridir. Musa aleyhissalam Tur dağına gedir Allahla danışmağa. Eşitmişsiniz bu rəvayəti. Bir nəfər kafir adam Peyğəmbəri görür, deyir, ay Musa, hara gedirsən? Dedi, Allahla münacat eləməyə. Dedi, get Allah'a dinən ki, onun kimi Allah istəmirəm mən. Qəbul eləmirəm heç. Heç neymətlərinə də ehtiyacım yoxdur, Allahlığına da ehtiyacım yoxdur. Heç onun Allahlığını qəbul eləmirəm. Musa aleyhissalam gedir, münacat eləyir dağda. Danışır Allahla. Xəcalət çəkir bu sözü desin Allaha. Başını aşağı salıb gedəndə Allahdan nida gəlir. Ya Musa, bəndəm sənə söz demişdi mənə çatdırasan. De görüm nə dedi?
Musa dedi, ilahi, o belə hörmətsiz sözlər dedi sənə. Allah özü eşidib, amma istəyir Musanın dilindən eşitsin və cavabın versin. Musa əleyhissalam o sözləri dedi. Allah dedi, qayıt get, mənim o bəndəmə mənim salamımı çatdır. Ona denən ki, o məndən imtina eləyibsə, mən ondan imtina eləməmişəm. O mənim kimi Allahı istəmirsə, mən onun kimi bəndənin hidayətini istəyirəm. O neymətlərimi istəmir, amma mən əsirgəməyəcəm. Mən neymətləri yağış kimi yağdıracam. Musa əleyhissalam qayıdır, o məğrur kafir baxır, deyir, dedin Allah'a mənim sözlərimi? Deyir, dedim. Dedi, nə dedi? Dedi, mənim Allahım dedi ki, mənim salamımı çatdır ona. Və dedi ki, o bəndəlikdən əl çəksə də mən Allahlıqdan əl çəkmərəm. Bunu deyəndə o günahkar kafir başını aşağı saldı, xəcalətdən başladı ağlamağa. Düşdü Musanın ayaqlarına, dedi, ay Allahın peyğəmbəri, məni bağışla, Allah məni bağışlasın, belə Allahı mən tanımamışam, belə Allahı qəbul eləməmişəm. Nə gözəl Allahın var sənin. O kafirə salam göndərirsə, biz ki gəlmişik, özümüz öz ayağımızdan onun qapısına gəlmişik. O kafir ki deyir, mən onu qəbul eləmirəm, istəmirəm elə Allahı, Allah deyir, mən rəhmətimi ona göndərərəm. Bir halda ki biz nəuzubillah demirik ki biz səni istəmirik. Biz Allahın Allahlığını qəbul edib onun qapısına gəlmişik. Allah ən mehriban danışığı bilirsiniz kimləndir? Günahkarlarla. Ən mehriban tərzdə günahkarlarla danışır. Musa əleyhissalama deyir ki, yaxşıları qorxud, günahkarlara müjdə ver. Dedi ki, yaxşıları necə qorxudum? Buyurdu ki, yaxşılara dinən birdən ibadətlərindən məğrur olarlar, həlak olarlar. Amma günahkarlarıma dinən nə qədər günah eləsələr də məndən naümid olmasınlar. Gəlsinlər qapıma, mən bağışlayaram. Bugün istəyirsinizsə Allahı çağırasınız, ən yaxşı xitab budur. Əl-üzü qaldırın Allahın dərgahına, deyin, ay günahkarların Rəbbi, ay günahkarların Allahı. And içərəm Allahın izzət-i cəlalına, rəvayətlərdə, hədislərdə var. Bunu tam əminliklə deyirəm ki, sizin hər biriniz ki, bugün Allahın qapısına gəlmişsiniz, sizin bir nəfərinizi də əliboş qaytarmayacaq. Qiyamət günü olanda inşallah Allahın huzurunda bu sözü soruşarsınız məndən. Sizin bir nəfərinizi də əliboş qaytarmayacaq. Bugün deyən Allahın qapısında, deyən ilahi haqqın var məni danlayasan. Sən mənə deyə bilərsən ki, hansı üzlə qapıma gəlmişsən? Sən deyə bilərsən mənə. Deyə bilərsən nə qədər günah eləmirsən, utanmırsan, yenə qapıma gəlmirsən. Bunu deyə bilərsən. Amma mən başımı aşağı salacağam. Deyəcəm ki, düzdür günah eləmişəm, amma gəlmişəm düzələm. Düzəlməyə gəlmişəm. Axı sən mənim düzəlməyimi məndən çox istəyirsən. Sən daha çox istəyirsən mən düzələm. Hara gedim mən? Sən də qovsun, hara gedim? İmam Səccad əleyhissalam deyir, ilahi qapından qovarsan, yenə heç yana gedən deyirəm. O qədər başımı aşağı salıb, boynumu sallayıb dayanacam, ta ki məni bağışlayana qədər. Amma heç vaxt qovmaz Allah bizi qapısından. Harada görmüsən bir kərim adam adamı qonaq çağıra, sonra deyə dur çıx get. Olar belə şey. Allah bu gecə bizi öz evinə qonaq çağırıb. Deyib gəlin bağışlayayım, necə ola bilər? Biz ümidlə gələk, o ümidimizi heç eləyə, heç vaxt ola bilməz. Deməyək namazım belə, orucum belə. Bizim əməlimiz bir əməldir. Bu əməl əgər böyük insanlar mənim 2 rükət qıldığım bu namazı qılsa, ürəyi partlayar mənim namazıma. Bu əməldir ki, biz eləmişik. Deyin, ilahi, mən sənin qapıya əlboş gəlmişəm. Amma kərim adam qapısını döyəndə deməz nə gətirmirsən, deyər nə istəyirsən. Kərim adamın qapısını döyəndə adama deməz nə gətirmirsən, əlinə baxmaz. Deyər nə istəyirsən, onun qapısına gələnlər hacət üçün gələr. Məndən də soruş nə istəyirəm, demə nə gətirmirsən. Mən heç taqətim yoxdur xəcalət çəkməyə. Nəyə gətirim göstərim? Bu namazı göstərim, bu orucu göstərim, hansı üzlə gəlim? Odur ki, mən heç nə gətirməmişəm. Deyin Allaha, deyin ilahi, heç nə gətirməmişəm. Əli boş gəlmişəm. Əli boş gəlmişəm, gəlmişəm səndən istəyəm, sən bağışlayasan.
Oddan qaçan adam kimi yox, od tutub yanan adam kimi dayanın Allahın qapısında bu gecə. Od tutub yanan adam gələr ki, odumu söndür, belə gəlin Allahın qapısına.